Korporativ şəkildə iş dünyasında birilərinə adı ilə xitab etmək çox yaxşı bir haldır. Bir işgüzar görüşdəsiniz, tanış olursunuz biri ilə, adını soruşursunuz, soyadını soruşursunuz, hansı işlə məşğul olur, özü haqqında məlumat verir, tanışlıq verir. Hər birimizin başına gəlir bu. Sonra nə vaxtsa biz bu insanı görürük, küçədə, yolda, başqa bir yerdə. Görürük ki, bunun siması bizə tanış gəlir, amma adı yadımıza düşmür. Deyənə yaxınlaşmırıq heç. Eynən. Səbəb nədir? Səbəb ondan ibarətdir ki, insan beyni görüntünü daha yaxşı yadda saxlayır. İndi o hissəyə, texniki hissəyə birazdan toxunarıq. Məsələn, bu xoşa gəlməz bir haldır. Korporativ iş dünyasında adamın adını dəfələr üzr istəyirəm, adınız nə idi, nə bilim nə idi, nə işlə məşğul idiniz. Bir də var ki, bir dəfə yadda saxladın, o böyük bir avantajdır. İnsana əlavə hörmət də qazandırır.